izzəti ilə, həqiqətləri ilə gələn Məsih İsa'da səbəbkar. Əgər Məsih olmasaydı, biz bir-birimizə yad olardıq. Əgər biz Məsihi özümüz tanımasaydıq, biz bir-birimizi tanımazdıq da bəlkə də. Və bu haqda danışanda o Qaynana kinosundan o bir parça yadıma düşür ki, yadlar gəlir, qohum olur və doğma olur. Çox sağ olun. Və doğrudan da elədir. Yadlar gəlir və doğma olur. Doğmalığı yaşayırıq. Və o doğmalığı bizə yaşadan iman etdiyimiz Rəbb Allah özüdür. Hansı ki o doğmalığın dəyərlərini, o doğmalığın vacibliyini müqəddəs kitab vasitəsilə bizə göstərir, öyrədir, izah edir ki, biz başa düşək və bilək həyat nədir. Və həmin o münasibəti hansını ki öyrənirik, biz bir-birimizin həyatında yaşatmaq istəyirik. Münasibətlərimizdə. Doğru, düzgün, dəyərlər üzərində qurulmuş münasibətlər. Və bilirsiniz, müqəddəs kitab vasitəsilə Allah dəfələrlə xatırlayır ki, məhz bu münasibətləri yaşatmaq bizim içimizdə o sevincin solmamasına səbəb olur. Sevincin solmamasına səbəb bir-birimizə bəslədiyimiz münasibətlərdir. Nə qədər insan var ki, Allah haqqında böyük danışır. Allah haqqında gözəl sözlərdən istifadə edir. Allaha ehtiramını, hörmətini göstərir. Amma nə üçünsə insanlara bunu edə bilmir. Nə üçünsə özündən yaşda böyük olan insanlara bunu göstərə bilmir. Yəni ki, Allah haqqında ucadan danışan, öz həyat yoldaşı ilə kobudluq edən, uşaqların tərbiyəsi ilə maraqlanmayan, bu necə ola bilər axı? Müqəddəs kitab öyrədir bizi, göstərir, dəfələrlə xatırlayır ki, bizim bir-birimizlə rəftarımız önəmlidir. O həyatdır bizim üçün. Əgər biz Allaha özümüzə aid etdiyimiz halda münasibətlərdə onu göstərmiriksə, özümüzü məhrum edirik. Allahın bizə göstərdiyi davamlı lütfdən. Necə məhrum edirik? Doğru və uyğun gəlməyən davranışlar. Etməyək, öyrənək. Ən doğru və düzgünü öyrənək və münasibətlərdə yaşatmağa çalışaq. Ona görə baxın, müqəddəs kitabda biz məsihçilər üçün necə maraqlı söz deyir. Heç kimə borclu qalma. Qarşılıqlı məhəbbətdən başqa. Maraqlıdır. Heç kimə borclu qalma. Amma bəzən görürsən ki, o məhəbbəti cavab verə bilmirsən. Qarşılar, başqalarının sənə göstərdiyi xoş münasibəti. Gözləmə ki, kimsə sənə xoş münasibət göstərsin. Otur gözlə, mənə salam versə, mən salam verəcəm. Üzümə gözlə, gülümsəyəcəm. Necə sən soruşsan, mən də soruşacam. Soruşmasa, heç yadıma da düşməz. O yüzden nə qədər insan belə yaşayır. Mən deyirəm ki, bu münasibət tək qonşularla deyil, ailə üzvlərinin içində də eynidir. Yox, ailənin içində də eyni münasibətlərlə rastlaşırlar. Sanki doğmalar bir-birlərinə yad oldular, bir-birlərinin həyatı ilə maraqlanmamaqla. Biz belə istəmirik. Biz Məsihdən bunu belə öyrənmirik. Biz müqəddəs kitabdan görürük ki, o da nə qədər vacibdir, nə qədər yaxşıdır doğru münasibət yaşatmaq. Ona görə tələsin. Münasibət göstərməyə, xoş münasibət göstərməyə, tələsin məhəbbət göstərməyə, tələsin buna. Gözləməyin ki, kimsə birinci sizdən soruşsun. Sən maraqlan necəsən? Sən onunla maraqlan. Təşəbbüs göstərən özün ol. Həyat budur. Və mən deyədim, həyatın sirləri budur. Məhz bu cür münasibət bizim içimizdə həmin o sevincin bitməməsinə, solmamasına səbəb olur. Həmin o münasibət bizim gerçəkdən də kimə ümid bağladığımızı göstərir. Kimə ümid bağladığımızı bizim münasibət göstərir. Çünki əgər rəftarda Allahı tanımayan insanlar kimi hərəkətlər ediriksə, necə Allah haqqında uca danışa bilərik? Necə Allahın varlığına inana bilərik, əgər münasibətlərdə yaramazlığa yer veririksə? Yox, alınmayacaq, mən də alınmayacaq. Ona görə Allahın sözünü bildiyimizə görə müqəddəs kitabdan öyrəndiklərimizi yaşadırıq bir-birimizin həyatında. Bir-birimizin həyatında bunu yaşada özümüz də onun dadını çıxartmış oluruq. Başqasına yaşadaraq özümüz onun dadını çıxartırıq. Xatırlayırsa, il başlayanda mən bu mövzulara toxunuram ki, Allah bizə açdığı bu həyat sirləridir. Biz başqalarının ehtiyacına göz yummayanda,
Amma onun üçün üzləşdiyi hansısa bir vəziyyət üçün ürək yanğısı ilə dua edəndə, onun üçün vəsatət edəndə, Allah da sənin ehtiyacına göz yumur, dərhal sənə kömək edəcəkdir. Necə də həyat seyri bundan ibarətdir. Başqasına bəslədiyin münasibət sənin həyatında öz əksini göstərir. Ona görə tələsin. Allaha doğru, ehtiramla dolu münasibəti göstərməyə və insanlara doğru, hörmətli münasibəti göstərməyə. Müqəddəs kitab bunu bizə öyrədir və biz ibadətlərimizdə bu mövzulara toxunuruq. İbadətlərdə nəinki hansı üsullarla Allaha ibadət edək, ibadət etdiyimiz zamanda hansı libaslar tutaq, ibadətimizi hansı istiqamətdə tutaq, hansı ürək ilə Allaha yaxınlaşırıq. Allaha yaxınlaşdığımız zaman biz nə gözləyirik? Və mən deyirəm, biz Məsih İsa iman edənlər yaxşı vərdişlər əldə etmişik müqəddəs kitabda. Biz müqəddəs yazılara güzgü kimi baxırıq. Bilirsiniz niyə? Özümüz değişirik. Biz başqalarının dəyişilməyinə tələsmirik. Özümüz dəyişilmək istəyirik. Biz başqalarının dəyişilməsi üçün Allahın sözündən istifadə edib demirik ki, bax, burada belə yazılıb, belə insan olmalısan. Biz deyirik, burada mənim üçün belə yazılıb. Mən belə insan olmaq istəyirəm. Bunun üçün əlimdən gələn edəcəm. Bazar günləri biz bu barədə danışırıq və bir-birimizi bunda ruhlandırırıq və biz bərabər eyni dəyərlər barəsində danışdığımıza görə bizim münasibətlərimiz də eyniləşməyə başlayır. Bizim münasibətlər də eyni olmağa başlayır. Çünki biz eyni düşüncədəyik, biz eyni fikirlərə gəlirik və bu da bizə kömək edir ki, bir-birimizə daha da yaxın ola və birgə yaşamağı öyrənək. Bu çox vacib düşüncədir. Birgə yaşamağı öyrənmək. Mən deyirəm ki, bir çox gənclər ailə qururlar, amma birgə yaşamağı öyrənmirlər. Ona görə həyatda üzləşdirilir, xoşagəlməz vəziyyətlər, konfliktlər, onların arasında daha da asanlıqla ayrılaq ifadəsinə gəlir. Nəinki bir-birimizi qazanaq. Nəinki bir-birimizi qazanaq. Biz isə öyrənirik ki, yox, münasibətlər önəmlidir. Allah bizə öyrədir ki, biz bir-birimizə doğru, düzgün münasibətlər yaşatdığımıza görə həmin o Allahdan o sevinci, lütfü davamlı alacağıq və biz də almaq istəyirik. İstəyərdim bizim ibadətin mahiyyəti və bizim həmin o ibadətdə rolumuz barəsində danışanda zəburlara müraciət edək və çox maraqlı Davudun zəburu var. 96-cı zabur, 2-ci, 3-cü ayələr. İsmine almış edin. Rəbbə ilahi oxuyun. Xilaskar olduğunu hər gün müştərəyin. Ehtişamını millətlərə eman edin. Xarigələrimi bütün xalqlara bəyan edin. Amin. Xatırlamaq istəyirəm sizə ki, tövsiyə eləyərdim sizə. Müasir texnologiya dövründə yaşayırıq və müqəddəs kitablar o apps kimi telefonlarda var. Amma tövsiyə eləyərdim kitablarınız olsun ki, sizin kitablara baxanda göz yaddaşınız kömək eləyəcək ayələrin yerini tapmağa və ayələri ardıcılıqla oxumağa sizə kömək eləyəcək. Əks halda telefonunuzun ekranı nə qədər imkan verirsə sizə, siz o qədər də ayə görmüş olacaqsınız. Amma kitabda isə spektr daha böyükdür. Daha çox görmək olar və burada müqəddəs kitabda qeydlərinizi apara bilərsiniz. Bizə Allah verdiyi müqəddəs kitab bizim üçün əyani bir vəsaitdir. Bizim üçün tədris kitabıdır ki, biz buradan öyrənək. Öpüb gözümüzün üstünə qoymaqla kifayətlənmirik. Həmin buradakı ayələri öz ürək lövhələrimizə köçürdürük. Onlar bizim qəlblərimizdə yer alsın deyə. Davud çox maraqlı sözlər deyir. İsminə alqış edin. Və bilirsiniz, mən cədvəllər qurmağı xoşlayıram və burada həmin o sözlərin mənası İbrani dilində nədir? Rəbbə alqış et, Şumer dilində, İbrani dilində halal ol deməkdir. Sənin Allaha spontan coşqunluğun, Allahın sənin həyatında gördüyü işlərə görə sevinib, cuşa gəlib şükür etməyin sənin Allah ilə aranda halallığındır. Fərqli bir düşüncə. Halallıq Allahın həyatında gördüyü işləri tanımaq, ona dəyər vermək, buna görə cuşa gəlib sevinib Allahın adına alqış etməkdir. Ürəkdən gələn sevincindir. Sənin ürəyin şükranlıqla dolur və Allaha ehtiram ilə, hörmət ilə
öz sevinç sözlərini söyləyirsən. Rəbbə ilahi oxuyun çağırır Davud. Rəbbə ilahi oxumaq isə bizim daxili təbiətimizdə yer alan, insan gözü ilə görsənməyən bir tərənnümdür. Haçan biz öz ruhumuzda, canımızda, ürəyimizdə Allaha dərin etiram ilə xoş sözləri nəinki söyləyirik, ürəyimizdə bu münasibətdə yaşadırıq. Allaha alqış edərək zahiri bir fəaliyyətimizdir. Allaha ilahi oxuyaraq ürəyimizdə ona tərənnüm etməyimiz isə ürəkdən Allaha hörmət və ehtiram göstərməyimizdir. Hər ikisi vacibdir. Əgər gözəl sözlər alqışda Allaha söyləyib, ürəyimizdə Allaha ehtiram saxlamırıqsa, o sözlər sadəcə havada əriyən, müvəqqəti görsənən bir buxara bənzəyir. Qəşəng səsləndi, mənası olmadan itdi və getdi. Yox, əgər sənin Allah barəsində dediyin gözəl sözlər ürəyində ona bir ehtiram ilə bağlıdırsa, o sözlər sənin həyatında o həyat çeşməsinə dönəcəkdir. Və həmin o çeşmədən özün içəcəksən. Çünki Allaha dərindən ehtiram göstərirsən. Və bu ehtiram sözdə deyil, bu ehtiram sənin həyatındadır. Heç nə ilə və heç kimlə əvəz edilməyəndir. Xilaskar olduğu barəsində müjdəliyin deyir. Maraqlıdır. Yəni, nəinki özün Allahdan zövq al, nəinki özün Allah haqqında biliyə malik ol, Allah haqqında danışan insan ol. Allah haqqında danışan insan ol. Onun yaxşı işləri barəsində digərlərinə şəhadət edən, digərlərinə Allah yolunu göstərən insan ol ki, eşitməyənlər eşitsinlər. Bilməyənlər bilsinlər. Niyə bilsinlər? Çünki İsa dəvət edir. Ey yükləri ağır olanlar. İsa dəvət edir. Ona görə onlar bilsinlər ki, onlar həyatda tənha deyillər. Onlar üst tutduqları Rəbb onlara yaxındır və kömək etmək istəyindədir. Bu Rəbbin münasibətidir bizə. Allah istəmir ki, üzləşdiyimiz çətinliklərdə o atılmış insan kimi ömrümüzü yaşayaq. O istəyir ki, biz ona güvənək və etibar edək və ondan imdad istədiyimiz zaman o bizə öz köməyini göstərsin. Allah bizə yar olmağa istəklidir. Və biz görürük ki, adları müqəddəs kitaba düşmüş peyğəmbərlər, salih insanlar, onlar Allaha üz tutdular. Allah da onlara öz vaxtlarında yardımı göstərdi. Allah onlara yar oldu. Və bu nümunələrlə Allah istəyir ki, biz müqəddəs kitabı oxuyanlar, biz də bu cür Allaha yaxınlaşaq. Hər bir vəziyyətdə ona üz tutaq, hər vəziyyətdə ondan kömək istəyək. Və Allahdan kömək istəyəndə biz bilirik ki, bizim Allaha olan münasibətimiz bu bir xudbin bir ibadət deyil ki, ancaq mən bildim kifayətdir. Yox, elan edirik, dəvət edirik. Bu məqsəd ilə internetdə açıq çıxırıq və deyirik ki, Rəbb İsa Məsih insanları dəvət edir. Biz bunun ibadət günlərimiz ilə ibadətimizi məhdudlaşdırmırıq, amma ibadət vaxtımız bitəndən sonra da həftə ərzində Məsih İsa'nın xoş işləri barəsində danışırıq. İnsanları dəvət edirik. Onlar da xoş xəbəri eşitmiş olsunlar. Və bilirsiniz, bizim Məsih İsa barəsində verdiyimiz müjdə insanların dinini dəyişmək mövzusu deyil. Yox, biz din dəyişmək barəsində danışmırıq. Bir dindən digər dinə keçmək barəsində danışmırıq. Biz külli ixtiyar olan Allaha iman barəsində danışırıq. Hansı ki, hər bir insan düşüncəsindən üstündür və Allahın bizdən istədiyidir. Və İsa iman barəsində danışanda bu maraqlı bir hekayə var. Yahyanın müjdəsi 4-cü fəsildə. Və 4-cü fəsildə 1-ci ayədən etibarən yazılır ki, İsa öz şagirdləri ilə onlar bir vilayətdən digər vilayətə, bir şəhərdən digər şəhərə keçirdilər və onlar gəlirlər Samari şəhərinə və orada quyu ətrafında istirahət yeri idi, orada dayanırlar və həmin o hekayədə İsa Məsihin bir qadın ilə söhbəti qeyd edilir. İsa həmin o qadınla söhbət edir və çox maraqlıdır ki, İsa özü ilk təşəbbüs göstərir o qadınla danışmağa.
Əgər İsa təşəbbüs göstərməsəydi, yəqin ki, qadın da gəlib öz suyunu götürüb çıxıb gedərdi. Amma İsa onun həyatına biganə qalmaq istəmədi və təşəbbüs göstərdi. Və deyirəm, İsa'nın nümayəndəsinə uyğun olaraq da biz də təşəbbüs göstəririk. Və biz də təşəbbüs göstərməliyik insanlara İsa Məsih haqqında şəhadət etmək üçün. Gözləmirik ki, kimsə gəlib məndən soruşsun. Kimsə məndən soruşsun ki, eşitmişəm sən Məsihçisən, hardan biləcəklər? Hardan onlar biləcəklər, əgər biz təşəbbüsü göstərməsək. İsa Məsih təşəbbüs göstərir və maraqlıdır ki, qadının ilk reaksiyası kobudluq olur. İlk reaksiyası kobud olur. Yəni, o qadının cavabı, yəni sən məndən niyə bunu istəyirsən? Mən deyirəm ki, həyat çətinlikləri insanları doğrudan da kobud edir və bu kobudluğu biz küçələrdə görürük. Biz kobudluğu dükanlarda görürük, biz nəqliyyatda görürük. İnsanlar çox kobud olublar həyat çətinliklərinə görə. Bu səbəbdir, amma bəraət deyil. Ona görə Məsih İsa'yı tanıyan bizlər, biz bilirik ki, kobud davranmaq yaxşı bir şey deyil. Kobud olmayaq. Bizdə yaxşı bir söz var, ataların sözüdür, yəqin hamınız bilirsiniz, dilin şirin olsun, hə? Əgər şirin deyilsə, dilinin altına qənd qoy. Onu da şirin olar, hə? İndi isə qənddən də savayı çoxlu konfetlər var da, hə? Hansı ki, dili şirin eləyə bilər. Amma əslində məsələ dil deyil. Məsələ ondadır ki, sən ürəyini nə ilə doldurmusan. Çünki ürəyin nə ilə doludursa, sənin dilin də ürəyin dolğunluğundan danışacaqdır. Ürəyi nə ilə doldurursan. Əgər sən ürəyini Allaha olan ümid ilə doldurursansa, əgər ürəyini dualar ilə doldurursansa, əgər ürəyində Allaha ehtiram və səcdə yeri qoymusansa, sənin dilin də bu şeylər barəsində danışacaq. Yox, əgər İnciliyə yer verirsənsə, əgər insanlardan küslüyün, aldığın yaraları, sənə qarşı edilən həqarəti ürəyində bəsləyirsənsə, danışanda mövzun bu olacaq. Yəqin o qadın həmin o ikinci növ insanlardan idi, hansı ki, həyat çətinliklərinin ağrılarını ürəyində doldurmuşdu. Ona görə də İsa ondan su istəyəndə ona acı bir söz dedi, hə? Sonra isə qadın davam edir, deyir, siz Yahudilər deyirsiniz ki, Yerusəlimdə, o dağda ibadət eləmək lazımdır. Bizim ata-babalarımız isə bu dağda ibadət eləməyə bizi çağırıblar və burada iki dinlərin toqquşmasını göstərmək istəyir ki, bizim dinlərimiz fərqlidir, bizim ibadətlərimiz fərqlidir, bizim Allahlarımız belə fərqlidir. Və İsa çox maraqlı bir cavab verir o qadına. İstərdim həmin o cavaba diqqət yetirək 4-cü fəsil 21-ci ayədə. İsa ona dedi, ey qadın, mənə inan, artıq o zaman yetişir ki, ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. Siz bilmədiyinizə ibadət edirsiniz. Biz isə bildiyimizə ibadət edirik. Çünki xilas Yahudilərdəndir. Maraqlı bir sözdür. İsa deyir, artıq elə bir zaman yetişir ki, və artıq gəlib də məkan Allaha ibadət yerini müəyyən etməyəcək. Müəyyən edən isə həqiqətdə və ruhda Allaha ibadətdir. Və İsa deyir ki, Allah özünə bu cür ibadət edənləri axtarır. Bu çox vacib olan məsələdir və həmin o qadına İsa ibadətdə vacib olan bir elementi deyir. O qadına deyir ki, siz bilirsiniz. Siz Allah haqqında danışsanız da ondan bir xəbərsiniz. Və çox maraqlıdır ki, Samariyada yaşayan insanlar, onlar Tövratı oxuyurdular. Çünki onlar da İsrail xalqı ilə bir xalq idilər. Sonra isə aralarında düşən nifaqa görə ayrıldılar. İbadət məkanları dəyişildi. Sonra isə Tövrata onların müəllimləri tərif etməyə başladılar. Baxmayaraq ki, Tövratı oxuyanda eyni peyğəmbərlərin adlarını oxuyurdular, amma tamamilə başqa şəxslərlə görüşürdülər. Eyni peyğəmbərlərin adları olsa da, orada onlar İbrahimin, İsaqın, Yaqubun, Yusifin imanı barəsində oxuyanda, Musa peyğəmbərin Allahla münasibəti barəsində oxuyanda fərqli şəxsiyyətlərlə görüşürlər. Və bu tərif onlarda Allah haqqında tamamilə başqa bir düşüncə yaratmışdır. Və İsa deyir ki, siz bilmirsiniz. Siz bilmirsiniz və bilmədiyinizə görə də ümidsiz, kimə ibadət edirsiniz deyə bilmirsiniz.
Ona görə də o ibadətdən zövq ala bilmirsiniz. İbadətlərini sanki məcbur olduğu, etməli olduğunuz bir işlər kimi görürsünüz. Edirsiniz, bitir, amma sevinci yoxdur, ümid yoxdur. İsa isə deyir, xilas isə Yahudilərdəndir. Deyirəm, əgər İsa orada İsrail desəydi, amma demədi, Yahudi dedi. Çünki o qadına Allahın Tövratda yazılan vədini xatırlayırdı. Çünki Allah İbrahimə vəd verdi. Allah İbrahimə və Saraya vəd verdi ki, onların nəslindən özünə seçilmiş şəxsi seçəcəkdir. İbrahimlə Saradan İsaq doğuldu. İsaqın 2 oğlu doğuldu. Müqəddəs kitab bunu öyrədir bizə. Esav və Yaqub. Esav isə yaramaz həyat tərzi ilə özünü Allahın vədindən məhrum etmiş oldu. Ona nəsib idi? Əlbəttə nəsib idi. Necə Məsihdə lütf bütün insanlara nəsibdirsə, Esava da İbrahim babasının xeyir-duası nəsib idi. Niyə məhrum oldu? Çünki istəmədi. Dəyər vermədi, qiymətləndirmədi. Yaramazlığı doğru, ismətli, doğru dəyərlərdən daha vacib bildi özü üçün. Yaqub isə ondan fərqli idi. Yaqub isə Allahın ətəyindən məcazi mənada tutdu və ondan əl çəkmədi. Səhv edəndə də özünə bəraət vermədi. Pis iş görəndə də Allahdan əl çəkmədi. Allahdan yapışıb ondan əl çəkmədi. Ona görə də vəd ona nəsib oldu. Yaqubun 12 oğlu doğuldu. Allah isə Yahudanı seçdi. Dedi ki, Yahudadan xilaskar gələcək. Və məhz buna görə də üstündən 1000 il keçəndən sonra hələ də Tövratı oxuyub Yahuda qəbiləsindən gələn xilaskarı gözləyənlər İsa deyir, xilas hələ də Yahudilərdəndir. Allah Yahudaya verdiyi vədi yerinə yetirir. Amma o zaman gəlir. Və artıq gəlir ki, həqiqi ibadət edənlər veya ruhda və həqiqətdə ibadət etsin. Ata da özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir. Çox maraqlıdır, hə? Həmin İsa'nın o dediyi sözləri özüm qırmızı hərflə qoydum ki, ata özünə belə ibadət edənləri axtarır. Ata özünə belə ibadət edənləri axtarır. Həmin o şəxslər hansılar ki, Allah barəsində düşünür, ona ibadət edirlər. Hansılar ki, Allah barəsində gözəl ifadələrə malik olurlar. Hansılar ki, müqəddəs kitabları oxuyurlar. Hansılar ki, Allahın axtarışındadırlar, Allah da axtarır. O şəxsləri hansılar ki, ona həqiqətdə ibadət etmək istəyirlər. Nəinki ibadəti ibadət xətrinə eləmək istəyirlər. İbadətdə Allaha olan ehtiramlarını, Allaha olan sevgilərini göstərmək istəyirlər. O belələrini özünə axtarır. Hansılar ki, ruhda ona ibadət eləmək istəyir. Hansısa dini mərasimləri Allah ilə canlı görüşdən üstün tutmurlar. Nə qədər insanlar var ki, ibadətin gününü hazırlayır, mərasimi təşkil edir, amma ürəklərini hazırlıqlı vəziyyətə getirə bilmir. Fikri qalır, ancaq yaxşı tərtib edim, yaxşı nümayiş edim və göstərim. Allah isə bizim ürəklərimizə baxır. Ürəyin hazırdır mənimlə görüşməyə. Sənin ürəyində ehtirama yer qoymusan? Yoxsa ki, bir istehlakçı kimi hər dəfə Allaha müraciət eləyəndə ver, ancaq almaq, nail olmaq, nəsə əldə etmək arzusu ilə Allaha yaxınlaşırıq və bizim dualarımızda Allah ilə söhbətdən primitiv, əvəzli bir-birinə getirən sözlərlədir. Ancaq sözlər deyib, bitirib və gedirik. Biz deyirik ki, yox, Allaha etdiyimiz dualar ünsiyyətdir. Öz ürək ehtiyaclarını Allaha açandan sonra dua yerini tərk eləmə. Gözlə. Öz dua ehtiyaclarını Allaha açdıqdan sonra dua yerini tərk etmə. Gözlə. Qoy Allah da səninlə danışmaq üçün ürəyin hazır olsun. Və biz məsihçilər deyirik ki, Allah danışır. Biz buna şəhadət edirik. Allah danışır.
Allah bizim ürəklərimizə danışır. Öz təsəlli verici sözlərini təsəlliyə ehtiyacımız olanda bizə verir. Öz ilham verici sözlərini bizə deyir, haçan biz hansısa bir qərar vermək ərəfəsindəyik. Allah bizi ruhlandırır, hansısa bir çətinliklə qarşılaşanda. Dua yerini tərk etmə, gözlə. Allahdan lazım olan sözü eşidənə qədər. Qadın ona dedi. Bilirəm ki, Məsih deyilən məhsul olmuş şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək. İsa ona dedi, səninlə danışan odur, o mənə. Maraqlıdır, aydın və aşkar. Qadın deyir ki, çünki onlarda Tövrat var idi, onlar da oxuyurdular. Mən bilirəm, Məsih gələcək, Allahdan təyin olmuş şəxs gələcək və o gələndə bizə hər şey göstərəcək. İsa dedi, səninlə danışan o mənəm. Həmin o həqiqəti bilən, həmin insanlara altaya, ruhda ibadət etməyi öyrədən şəxs mənəm. Mən artıq buradayım. İsa aydın şəkildə bəyan edir və bu yeganə bir yer deyil. Dəfələrlə müqəddəs kitabda deyilir. Yol, həyat və həqiqət mənəm, İsa deyir. Yol, həyat və həqiqət mənəm. Mənim vasitəm olmasa İsa deyir. Heç kim atanın yanına gələ bilməz. Məkan vacib deyil. İman vacibdir. Bizim ibadətdə vacib olan ürəklərimizi hazırlamaqdır. Ürəkdən Allaha ibadət edib ona səcdə etməkdir. İstəyərdim John Stott'un, İlahi John Stott'un sözlərinə diqqət yetirək. Baxın, göz maraqlı söz deyir. Müjdələmək, İsa Məsihi insanlara müqəddəs yazılara uyğun şəkildə çatdırmaqdır. Beləliklə onlar İsa Məsihə iman etsinlər və onu rəbb olduğunu bilsinlər. Bizim Allaha etdiyimiz ibadətlər yığışdığımız ümumi məkanlarda bir yerdə Allaha həmd etməkdir. Biz Allahı izzətləndiririk. Biz ona adına layiq olan tərifi və izzəti veririk. Biz Allaha tərənnüm edirik. Biz ürəkdən Allaha ehtiramımızı və sevgimizi göstəririk. Biz münasibətlərdə Allahın izzətini göstərmək istəyirik. Biz ancaq Allaha üz tutub, Allaha izzət getirən deyil, amma bir-birimizə baxıb, bir-birimizin gözlərinə baxıb, o məhəbbəti yaşatmaq istəyirik. Biz ona görə müqəddəs kitabdan bərabər öyrənirik ki, birgə yaşamağı öyrənək. Onun dəyərlərini başa düşək ki, həmin o dəyərlərə görə də rəftar edək və ondan bəhrələnək. Biz bəhrələnirik Allahdan aldığımız biliyin nəticəsindən. Və bununla da bizim ibadətimiz bitmir. Biz Məsih İsa barəsində xoş xəbəri insanlara çatdırırıq. Bizim ibadətimiz davam edir. Haçan Məsihdən bixəbər olan insanlara Məsih barəsində müjdə vermək üçün təşəbbüs göstəririk. Ona görə John Stott deyir ki, müjdələmək İsa Məsihin insanlara müqəddəs yazılara uyğun şəkildə çatdırılmasıdır. Biz insanlara bunu çatdırmalıyıq. Biz insanlara Allahın Məsih İsa'da bəxş etdiyi lütf haqqında deməliyik ki, onlar da iman ilə ona tərəf dönməyi bacarsınlar. Billy Graham, çox məşhur müjdəçi, bu sözlərdən istifadə edir. Müjdə vermək bir seçim deyil. Hər bir imanlının çağırışıdır. Müjdə vermək bir seçim deyil. Hər birimizin işidir. Biz insanlara Məsih İsa barəsində xoş xəbəri verməliyik. Və deyirəm, əgər bizə vaxtında deyən olmasaydı, əgər bizə vaxtında bizi başa salan olmasaydı, yəqin hələ bir xəbər ömrümüzü yaşayardıq. İstəyərdim sonda, bu hissənin sonunda Romalılar 10-cu fəslə 13-cü 15-ci ayələrdə diqqət etirik. Çünki Rəbbin adını çağıran hər kəs xilas olacaq. Bəs onlar iman etmədikləri şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri şəxsə necə iman edəcəklər? Bəzədən olmasa necə eşidəcəklər? Göndərilməsələr necə vəd edəcəklər? Necə ki adlı, xoş qədəri müjdələyin. Qədəmləri necə də gözəldir. İbadəti başlayanda mən dedim ki,
bizim ibadətimizin təyinatı və həmin o təyinatda bizim rolumuz var. Və həmin o rol, təkrar edirəm özümü, bunlardan ibarətdir. Bərabər yığışanda birlikdə Allahı izzətləndirməkdir. Allahın həyatımızda gördüyü xoş işlərə görə ona tərif, izzət verməkdir. Biz bərabər yığışanda biz Allaha tərənnüm edirik, ürəyimizdə ona ehtiramı nümayiş etdiririk. Ürəkdən ona səcdə etməklə. Biz bərabər yığışanda bir-birimiz üçün dua edirik. Çünki öyrənirik başqalarına üzləşdiyi çətinliklərə ürək yanğısı ilə dua etməyə, biganə qalmamağa, onlarda Allahın məhəbbəti yer alsın deyə. Hər birimiz bir yüklə gəlirik. Hər birimizin həyatında üzləşdiyi müəyyən bir işlər və çətinliklər var. Biz yığışanda bir-birimizə xidmət etmək üçün yığışırıq. Başqasına ürək yandıranda bu Allahın gözündən qaçmayacaqdır. Və mən istəmirəm ki, bizim Allaha etdiyimiz ibadətlər məkan ilə məhdudlaşsın. Xatırlayırsınız, bu sözü təkrar edirdim. Məsələ məkan deyil, məsələ imandır. Və bizim Allaha etdiyimiz ibadət davam edir, onun barəsində insanlara xəbər verməklə, müjdələməklə bizim işimiz davam edir. Çünki yazılıb, Rəbbin adını çağıran hər kəs xilas olacaq. Biz başqalarının da həyatına biganə qalmaq istəmirik. Ona görə hər bir fürsətdən istifadə edirik ki, eşitməyənlər eşitsinlər. Və Yeşaya deyir, nə bəxtiyardır müjdə verənin ayaqları. Maraqlı sözlər deyir. Nə bəxtiyardır o kəs ki, Allah haqqında xəbər verir. Qoy bu bəxtiyarlıq hər birimizə nəsib olsun. Hə? O bəxtiyarlığı əlinizdən verməyin. Peki bu mənə nəsib olacaqdır. Görəm xeyir dua versin.